Həzrəti Yusif əleyhissalam. Həzrəti Yusif əleyhissalam çətinliyə düşdü. Onun üçün çətinlik nə idi həmən anda? Bir çətinliyi bu idi ki, qapıları bağladı. Züleyxa onu harama salırdı. Quran ayəsi buyurur: "Və qallaqatil abvab." Züleyxa qapıları bir-bir neynədi, bağladı. Sonra dedi: "Haytələk, mən sənin üçün hazıram." Həzrəti Yusifi o harama dəvət elədi. Həzrəti Yusif neynədi? Qapıya tərəf qaçdı. Həzrəti Yusif görürdü qapıları bağlayıb. Bir-bir qıfıllayıb qapıları. Həzrəti Yusif təzədən qapıya tərəf qaçdı. Əlimdən gələn qapıya qaçmaqdır. Açmaq Allahın işidir. Mən qapıya tərəf getməliyəm. Mən oturum deyim qapı bağlıdır, belə deyil. Mömin bu düşüncədə olmur. Mömin bu təfəkkürdə olmur. Sənin işin addım atmaqdır. O açılacaq, o qapı, açılmayacaq, o qapı Allaha məsləhətdir, açsın, açmasın. Sənin işin o deyil. Sənin işin o qapıya sən getməkdir. Getmirsən, getməmisən.